şirkətdə ixtisar olacaq. Nə? Mənlə qohumluq bağı olmayanlar bu şirkətdə bilmirəm nətər qalacaq. Amma onun subay evlatları yoxdur. Hamısı evlənib. Sən bu nətər qohum olasın? Mən istəyirəm bu komandar müəllimcilə elçiliyə gedim. Mənə köməklik eləyərsən bu elçilik məsələsində. Bizim oğlumuz da belə evinə bağlı oğuldur. Evinə bağlı deyil, həyətdə saxlayırıq. Uşağı həyətdə saxlayırsınız. Bizim uşaq oğul oturuşun, duruşun bilən oğuldur. Yox, oturuşun duruşun bilmir. Otur deyə kim durub qaçır. İtdi bu. Hə, itdi. Amma elçiliyinə gətirmişsən. Mən bu biabırçılıqda, bu cütləşmə prosesində iştirak eləmək istəmirəm. Ciddi itə elçiliyə gəlmişsən. Dedim sizlə qan qohumu ola bilmirəm. Heç olmasa it qohumu olum. Elə bir sümü yaxın. Bunlara bir tam taraflı bir toy eləyək. Hoş gelmişsen Aygudam, Aygudam, Aygudam. Gelişine çok tutandır Aygudam, Aygudam. Atam telefonumu əlimdən alıb, mən də bu telefondan səni zəng elədim. Elə çıxır ki, mən sən atanla danışıram bir həftədir. Deyim atama. Nə olar demədə. Nə istəyirsən eləyərəm demə. 10 manat verir. Mən özüm kimi zəhmətkeş bir uşağa verəcəm qızımı. Ata, sən zəhmətkeşsən. Sən deyildin nənəm öləndən sonra nənəmin paltarını geyinib gedib pensiya alam. Sevgilim, sən burada nə edirsən? Darxım üstündə səni görmək istirdim. Sən kimsən, hə? Mən santexnikam. Səni hamamda axtarırdım, koridorda tapdım. Gəl bir də su düzəldə. Həftədə. Gəl bura. Tamam, niyə santexnikam dedin? Sənin sudan başın çıxır ki. Mənim adım nədir? Aydın. Su nədir? Aydınlıqdır. Məlik də. Arkadaş görmürəm paltar. Sen yanında gördüğüm gədədir. Deyim atama. Yox. 10 manat verir. Bu oğlan bu yanında gördüğüm oğlandır. Nə deyirsən, hə? Ata düşmən ocaq başında. Sən zarafat elə. Cümə axşamı saat 22:30-da ARB-də.